İlk əlamətdən bilirəm ki, pasiyentdə endometrioz var. Adətin ləkələnmə tərzi başlayıb, ləkələnmə tərzi bitməsi, qarnın alt hissəsində sancı şəkilli ağrıların olması və sonsuzluq. Ümumiyyətlə, endometrioz nədir? Uşaqlığın daxili qişasının, yəni endometrium təbəqəsinin normalda yerləşməli olduğu yerdən kənarda yerləşməsi. Bura uşaqlıq cismi, uşaqlıq boruları, yumurtalıq, uşaqlıq yolu, uşaqlıq boynu, hətta xarici cinsiyyət orqanlarında yerləşməsi. Qeyd elədiyim kimi, normalda uşaqlığın daxili təbəqəsidir və anormal bir lokalizasiyada olduğu halda pasiyentə sadaladığım simptomları verir. Adətən xanımlarımız bizə müraciət edir. Adətin uzun müddətli ləkələnmə ilə başlaması, bəzən qanaxma şəkilli adətlərin olması, sancı şəkilli güc gələr kimi ağrıların olması və sonsuzluq əlaməti ilə. Onu da qeyd edim ki, belə xanımlar bəzən özləri deyir ki, doktor, panik atakım var, amma deyil, bu xəstəliyin əlamətlərindən biri çox həssas və emosional olmaqdır. Yaranma səbəbi bəlli olmayan bir xəstəlikdir. Hormonal dəyişikliklər fonunda immun sistemin zəifliyi, hətta genetik meyillilik. Sadaladığım simptomlar sizdə varsa, mütləq həkimlərinizə müraciət etməyiniz tövsiyə olunur.